Xoş gördük değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Mən yenidən artıq 3-cü dəfədir ki, Cəlilabad rayon Qurtuluş prospektində yerləşən 36 ailəli şəhid ailələri və qazilərimiz üçün inşa edilmiş binanın qarşısından yenidən reportajı təqdim edirəm. Gördüyünüz kimi, kameranın arxasında binanın həyəti olduqca acınacaqlıdır. Burada yaşayan sakinlər bu binanın həyətinə düşə bilmir. Ötən video reportajlarımda çəkiliş etmişdim və çəkilişdən sonra Mənzil İstismar İdarəsi öz açıqlamasında bildirmiş ki, bu bina Cəlilabad rayonunun tabeçiliyində deyil, birbaşa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeçiliyindədir. Və qurum olaraq alternativ həmin binanın qarşısındakı gölməçələrə çınqıl tökərək məsələni həll etmiş kimi kifayətlənmişlər. Lakin gördüyünüz kimi həmin o binanın həyəti gölməçə olaraq qalmaqdadır. Təbii ki, burada işlər əsaslı aparılmalıdır. Mən buradan müvafiq qurumlara səslənirəm. Burada şəhid ailələri yaşayır. Burada vətən uğrunda canlı qurban vermiş ailələrin övladları, ailələri yaşayır. Bu biabırçılığı aradan qaldırmaq üçün dövlət vəsaiti ayrılmalıdır. Bura asfalt vurulmalıdır və ətrafında kanal xətləri olmalıdır ki, belə bir gölməçələr dayanmasın. Bu kimi görüntü həm dövlət siyasətinə, həm də ki, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Təcili alternativ olaraq Cəlilabad İcra Hakimiyyəti bununla bağlı addımlar atmalıdır.